Baxırıq 136 nömrəli suala. Deməli, tənliyi həll edin deyir. Əvvəlcə vermiş tənliyi köçürək. Kök altda 3 kosinus x minus sinus x bərabərdir 2 kosinus 3x. Bu tənliyin hər tərəfini 2-də 1-ə vura bilərik. 2-də 1. Olacaq kök 3 böl 2 kosinus x minus 2-də 1 sinus x bərabərdir kosinus 3x. Çünki 2-ni 2-də 1-ə vuranda 1. Deməli, kök 3 böl 2-ni yerinə yazıram. Kosinus 30. Çünki kosinus 30 alır. Kosinus 30 kosinus x olduğuna görə digərləri sinus olmalıdır. 2-də 1 sinus 30 da alır. Sinus 30 sinus x bərabərdir kosinus 3x. Düsturları əzbər bilirsinizsə, sol tərəfə baxanda bilirik ki, bu kosinus 30 plus x-in açılışıdır. Bərabərdir kosinus 3x. Deməli, buradan kosinus sol tərəfi sağ tərəfə keçirsək, alaraq ki, kosinus 3x yazıram birinci. Bunun bucağı biraz böyük olduğuna görə bu şəkildə yazıram. Yəni, kosinus 3x minus kosinus 30 plus x şəklində yazıram. Bərabərdir 0. Kosinus alfa, kosinus beta. Kosinus alfa minus kosinus beta düsturuna görə mənfi. Deməli, mənfi 2 sinus. Mənfi 2 sinus. Bir dəfə bucaqları toplayıram. Yəni, 3x üstə gəl 30 plus x. Bunu 2-yə bölürəm. Vurulsun sinus. Bir dəfə də bucaqları çıxıram. 3x-dən 30 plus x-i çıxanda işarə əksinə dəyişilir. Böl 2 bərabərdir 0. Buradan hər tərəf mənfi 2-yə böləndə elə sinus 4x plus 30 verir. 4x plus 30 böl 2. Vurulsun sinus 2x minus 30 böl 2 bərabərdir 0. Hasilin 0 olması üçün hər bir aralıqda 0 olmalıdır. Yəni sinus 4x plus 30 böl 2 bərabərdir 0. Bir dəfə də sinus 2x minus 30 böl 2 bərabərdir 0. Buradan bilirik ki, sinus x bərabərdir 0 tənliyin xüsusi halıdır. Pi k-da alır 0-ı. 4x plus deməli 30 bərabərdir 2 pi k. Hər tərəfi 4-ə bölsək və yaxud da 4x bərabərdir 30 sağ tərəfə atıram. Mənfi 30 üstə gəl 2 pi k. Hər tərəfi 4-ə böləndə mənfi 4-də 30 üstə gəl 2 pi k böl 4. Mənfi 30 böl 4 də verir bizə mənfi 2-də 15. Üstə gəl pi k böl 2. Bu tənliyin birinci köküdür. İkinci kök 2x minus 30 böl 2 bərabərdir pi k-ya. Deməli 2x minus 30 bərabərdir 2 pi k. 2x bərabərdir 30 üstə gəl 2 pi k-ya. X də bərabərdir 15 üstə gəl pi k. Variantlara baxsaq, deməli mənfi 15 böl 2 üstə gəl pi k böl 2. Mənfi 7,5 deməli mənfi pi böl 24 deməkdir. Üstə gəl pi k böl 2 olacaq düzgün cavab D variantı. Mən bucaqlarla yazmışam, orada radianla verilib. Yəni pini yerinə üstəsən qoysaq, görərik ki, köklər budur. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun.